Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Dubai'deki dəbdəbəli toy ülke gündemini zəbt edib. Sosial şəbəkələrdə və mediada en çok müzakirə olunan mövzulardan biri Dubai'de keçirilən möhtəşəm toy olub. Toy mərasimi sadəcə dəbdəbəli dekorasiyası və qonaqların zənginliyi ilə deyil, həm də gəlinin seçimi ilə diqqət çəkib. Əldə etdiyimiz məlumata görə gəlin toy günü 2 fərqli gəlinlik geyinib. Maraqlıdır ki, hər iki gəlinlik bu sektorda Azərbaycanın ən məşhur brendi hesab edilən Çağatex'ə məxsus Vegül tərəfindən hazırlanıb. Bu geyimlər həm klassik, həm də müasir tərzləri özündə birləşdirir və fərqli detallar ilə seçilir. Moda evi həm gəlinliklər, həm də gecə geyimləri sahəsində yüksək keyfiyyəti və unikal dizaynlarıyla tanınır. Eyni zamanda toyda aparıcılıq edən Nainə Ağamaliyeva da məhz gecədə məxsusi görünmək üçün öz libasını Vegül'dən sifariş edir. Ailenin temeli koyulur bugün.